Bəs səncə kasıb sevgi olur? İşləməklə səncə varlı olmaq mümkündürmü ki? İndi bəs yaxşı qızlarda bu maşın sevdası nədir belə yəni? Əfsanə xoş gəldin, xoş gördük səni. Hoş geldik. Axır ki gəlib çıxdın. Neçə Vaxt vaxtdır? tapa bilmirdim. Axır ki Bəli. geldim. Saçlarında nə dəyişiklik istəyərdin? Saçlarımın uclarını biraz kestirmək istəyirəm. Birazca da parlaqlıq, solğun görsənir. Parlaqlıq, canlılıq və Canlı. uclarını yeniləyəcəksən. Bəli. Çox gözəl. Saçların sənin özgüvənine çox təsir eləyir. Sözsüz ki, saçlar qadınların Yəni, yəni ən zəif yerlərindən biridir. zəif yeridir. Öz ideal formandasan hal-hazırda, razısan öz Razıyam. formandan. Sözsüz ki. İndi bəllidir ki, sən idmanla məşğul olursan, daim hərəkətdəsən, daim belə aktiv həyat yaşayırsan Bəli. və idman da öz qadın olaraq formaya təsir göstərir. Bəli. Maşallah çinlərin falan mənimkindən enlidir. Ben biraz çok yok ama. Saçlarla bağlı nə problem varsa hamısını aradan qaldıracağıq, uclarını təmizləyəcəm, parlaqlıq, canlılıq saçlarda necə lazımsa prioritet eləyəcəyik. Sənin çayın da gəldi. Çox sağ Evet, çok sağ olun. olun. Yeni konseptimdə müştərilərimə, qonaqlarıma suallarım olur. Sənə də bu konseptdən qaça bilməyəcəksən. Sənə də suallarımı təbii ki verəcəm. Daima üzdə olan birisən. Hər zaman aktiv Instagram işlədirsən. Özünə məxsus izləyici kütlən var. Artıq çoxdan da bu işlə məşğulsan. Hər zaman üzdə olmaq səni yormur. Əslində yorur. Çox göz önündə olmaq da yaxşı deyil. Amma sevə-sevə eləyirəm. Çox sevirəm demək olar işimi. Bəs ən çox səni yoran nədir bu işdə? Çox aktiv həyat yaşamaq bəzən insanı yorur. Yorur əlbəttə. Həm sosial mediada, həm idmanda aktiv olmaq biraz ağırdır. Hər halda. Bəs izləyicilərin qarşısında hər hansı bir məsuliyyət hiss edirsən ki, mən bunu eləməliyəm. Yəni halın yoxdur, həvəsin yoxdur, amma fikirləşirsən ki, məndən kontent gözləyirlər də. Yəni tutalım ki, dünəndən heç nə paylaşmamışam, bunu paylaşmalıyam. Yəni nəsə bir çıxmalıyam da özə. Elə bir hiss olur heç. Aha, sözsüz ki. Əsasən də izləyicilərimin çoxu voleybola görə məni izləyirlər. Faydalı məlumatlar paylaşmağımı istəyirlər. Məşqlərlə bağlı məlumatlar paylaşmağımı istəyirlər. Ona görə nəsə paylaşmayanda yazırlar, maraqlanırlar. Yadımdadır, Azerel komandası var idi. Çox gözəl uğurlar əldə edirdi. 2000 neçənci illər idi o hardasa. 12 falan. Hə. Günümüzdə də o qədər aktualdır mı voleybol mövzusu? Yox, əvvəlki kimi o qədər də göz önündə deyil. Maalesef. Amma ona baxmayaraq maşallah siz məşqlərinizi dayandırmırsınız, yarışlarınız olur. Elə demək olar hər həftə bir kubok görürəm əlində qaldırsın. Artıq mən həvəskar şəkildə məşğul oluram, professional deyiləm. Sadəcə məşqlər keçirəm, həm uşaqları hazırlayıram. Həm də məşqçisən sən. Bəli, bəli. Maşallah. Və bunların hamısını necə çatdırırsan? Həm məşqçi olmaq, həm özün məşq eləmək, həm blogerlik eləmək. Bəzən çatdırmıram, onu demək istəyirdim, amma çalışdığım qədər hamısını qaydasında eləmək istəyirəm ki, heç birindən geri yandı qalmayım. Bəs bir gün istədiyin zənginliyə çatsan, maddi deyirəm yəni. Harda yaşamaq istəyərdin? Amerikada yaşamaq istəyirəm.